Necə oldu bəs memarlıq sahəsini seçdiniz? İndiki Heydər Əliyev mərkəzi Zahadi tərəfindən dizayn olunmuş. Ona baxırdım və həmişə deyirdim ki, görəsən bu necə yaranır? Yəni sadəcə dizayn yox, memarlıq tərəfi də mənim üçün çox maraqlı idi və elə memarlığa gəlməyim də bu zamana təsadüf edir. Əgər bir binanı yenidən dizayn etmək şansınız olsa, bu hansı bina olardı? Çox istəyərdim ki, Bakıda mərkəzdə olan bəzi zavodlar var ki, onları belə yeni və dünyada məşhur olan bir otelə çevirmək. Süni intellektin memarlığa təsirini necə dəyərləndirirsiniz? Ola bilər ki, süni intellekt bizə texniki məsələləri kömək eləyə bilər. Məsələn, mərdivenin hündürlüyüdür ya da liftin enidir. Buna bizə kömək edə bilər. Amma orada dizayn prosesində insanın komfortunu nəzərə alan məncə biz memarlarıq. Hansı memarlıq üslubunu bəyənirsiniz? Mən nədənsə minimalizm üslubunu daha çox bəyənirəm. Könüllərin işini necə dəyərləndirirsiniz? Hər zaman kömək eləyirlər və bunu çox ürəkdən edirlər. YouTube kanalımıza abunə olun.